Xərşid salam. Axır ki bir müsahibəyə görə Bakıya gəlməyib bizi Mingəçevirə kimi gətirdin. Xoş gəlib, səfa gətirmisiniz. Onda gəl sualımızı belə başlayaq. Niyə Mingəçevir? Səni bu şəhərə bağlayan nədir? Mingəçevir gözəl şəhərdir, sakit şəhərdir. Mən idmanda aldığım travmalara görə mənə sakit yer sərf eləyir, əsəbi biriyəm. Həm də Mingəçevir məsləhət görürəm çox adama ki, gəlsin burada yaşasın. Mənim bir yarışım burada keçmişdi. Ölkəmizin çox bir vəzifəli şəxsləri oldu burada. Başqa ölkələrdən qonaqlar gəldi. Yəni hamısı deyirdi ki, inanmazdıq Mingəçevir bu qədər gözəl olsun. Avropa sayağı bir şəhərdir, gözəl və sakit. Başqa ölkədən gəlməyinə baxmayaraq burada cəmiyyət arasında çox sevilirsən. Biz bunu ünvan soruşanda da hiss etdik və maraqlandıq. Hətta dedilər ki, bir neçə il öncə qış aylarında qəza nəticəsində Kür çayına düşmüş bir qız uşağının həyatını xilas etmisən. Və tez-tez uşaqlar evinə də gedirsən. Bunlara səbəb nədir? Nə üçün edirsən? Dünyanın harasında olursan ol, mənim fikrim budur. Əgər Allah Taala o gücü sənə veribsə, o ürəyi sənə veribsə, sən ondan istifadə edib kömək eləməlisən cəmaata. İstəyir maddi, istəyir fiziki. Yəni, əgər o sənə verilibsə, sən ondan istifadə edib kömək eləməlisən. Ona görə. Yaxşı. Belə bir sual. İdman sənin həyatında nəyi dəyişdi? İdman yoxsa boks? Əlbəttə ki, boks. Boks mənə cəsarətli olmağı öyrətdi. Boks mənə həqiqətən kim ola biləcəyimi xatırlatdı. Yəni, bugünkü gün əgər bir böyümədiyim ölkədə, doğulmadığım bir ölkədə məni adla tanıyırlarsa, bunun səbəbi boksdur. Həyatla mübarizə çoxmu aparmısınız? Özümü tanıyandan. Necə yəni? Çətin olub məyər həyatın? Siz təsəvvür edin, uşaq yaşlarından başqa ölkədə böyüyən biri, həm də tək böyüyüb, nailiyyətinə görə əziyyət çəkmiş biri, dəfələrlə yerə dəyib qalxan biri, inanırsınız, çox illər, aylar əziyyət çəkdiyim bir yarışa görə tam bir ay qalmış, hansısa bir hadisəyə görə əməliyyat otağına girmişəm. Nə hər şey əldən gedib, yenidən sıfırdan başlamışam, qalxmışam və üstümü belə lor desək çırpılamışam, təzədən yenidən başlayıb və davam eləmişəm. Ona görə həyat mənim üçün çətin olub. O çətinliklərə öyrəşmişəm artıq. İdmançıların öyrəndiyi zərbələri çöldə kiməsə qarşı istifadə etməsinə necə baxırsınız? Haqqadısa yaxşı. Amma burada bir məsələ var da. Küçə başqadır, idman başqa. Yaxşı idmançı ola bilərsən, amma küçə o deyil, küçə başqadır.